Mən Doktor Elbrus Nağıyev, fizioreabilitasiya fizioterapiya mərkəzləri olaraq referans klinikaların nəzdində fəaliyyətə başladıq. Hazırda olduğumuz məkan referans Mərdəkan fizioterapiya reabilitasiya mərkəzidir. Referans Mərdəkanla yanaşı referans Masallı fizioterapiya reabilitasiyası və eləcə də referans Bayıl reabilitasiya və fizioterapiya mərkəzləri mövcuddur və fəaliyyətdədir. Mərkəzlərimizdə hansı xəstəliklər müalicə olunur və bu xəstəliklərin müalicəsində hansı tibbi metodlardan və eləcə də prosedurlardan istifadə olunur? Bu haqda sizə mərkəzimizin fizioterapevti Samirə xanım Quliyeva məlumat verəcəkdir. Mərkəzimizdə müxtəlif dayaq hərəkət aparatı problemləri, onurğa əyrilikləri, skolioz, kifoz, lordoz, bel, boyun, baş ağrıları, müxtəlif sümük oynan xəstəlikləri, xüsusən diz ağrıları, osteoartroz, osteoporoz və bu kimi problemlərin müalicəsi aparılır. Bununla yanaşı uşaqlarda yaranan anadan gəlmə fiziki qüsurlar, nevroloji problemlər, insultdan, əməliyyatdan və travmadan sonraki bərpa prosesinin müalicəsi aparılır. Müalicə metodlarımıza ən yeni fizioterapevtik cihazlar, həmçinin reabilitasiya, akupunktura, proloterapiya, müxtəlif injeksiyalar, manual terapiya daxildir. Bununla yanaşı mərkəzimizdə xalq təbabət üsullarından da istifadə edirik.